Ələddinin Sehirli Çırağı. Senaryo müəllifləri Viktor Vitkoviç, Grigoriy Yaktfeld. Quruluşçu rejissor Boris Rıtsev. شهرزاد الصباح فسكتت عن الكلام المباح وفي الغد قالت بلغني أيها الملك السعيد قم ناديني إن ناديك الصبح صاحى عيون الليل في الآفاق لاحا وعيون الليل في الآفاق لاحا فاسقنيها غرد الطير وناحا وزمان أغيال اللي Rollarda Boris Bystrov, Dodo Çogabadze ve başkaları. Bağdat sakinləri, dincəlin. Yatın. Yatın, yatın. Bağdat sakinləri, yatın. Hər şey yaxşıdır. Geriyə dönmə. Get. Bağdat sakinləri, yatın. Hər şey yaxşıdır, sakitlikdir. Кадияш масамат ю, масамат мисимат ю, мальвиал тимниат ю, тимниат ми. Кадияш масамат ю, масамат мисимат ю, мальвиал тимниат ю, тимниат ми. At. At. Süheyl ulduzu. Mənə onun adını de. Ələddin, Əli, Əl-Mərufun oğlu. Ələddin, Əli, Əl-Mərufun oğlu. Ah!
Möhtərəm küçə sulamaq üzrə ustad. Bəlkə Əli Əlmərufun oğlu Ələddini tanıyasan? Ələddini? Bəlkə sənə Kərim lazımdır. O keçən il arxa yıxılmışdı. Sonra da şəhərdə çılpaq dolaşırdı. Ha? Ya da bəlkə Hüseyni deyirsən. O bir dəfə eşeğini məscidə dartıb gətirmişdi. Allah da onu cəzalandırdı. Bir gözünü kör elədi. Ha? Hey! Hara gedirsən? Bu oyunların ən gözəlinin möhtərəm ustadları. Deməzsiz ki, möhtərəm. Deməzsən Əli Əlmərufun oğlu Ələddini harda tapa bilərəm? Bağdad çox böyük şəhərdir. Anta vantuma anum. İkinci saat oxuyursan, amma pul vermirsən. Möhtərəm müdrik. Bağdad sakinləri tələsin. Tələs ya deli, tələs. Gözəller gözəli, tayı bərabəri olmayan şəhzadə budur, hamama gedir. Təkrar edirik. Gözəller gözəli, tayı bərabəri olmayan şəhzadə budur, hamama gedir. Şəhzadəyə kim göz yetirsə, onun başı vurulacaq.
Bəs sən nə istəyirsən? İstəyirəm. Buyur mənə baxsın. Axı başını vuracaqlar. Nə olsun ki? Ey, Mustafa! Cavan oğlan, gözlərini aç. Aç, aç. Başsız qalacaqsan. İstəyirəm ki, sənə aslan hücum eləsin və mən də onu öldürüm. Bütün Bağdad alışıb yansın. Mən də səni alovun içindən çıxardım. Zəlzəl olsun. Hər şey yerə batsın. Dünyada yalnız sən və mən qalaq. Adı nədir? Ələddin, Əli Əl-Mərufun oğlu. Şəhzadənin əlindən tutmaq olmaz. Mən harda tutmuşam? Fərq yoxdur. Fərq yoxdur. Onun başı vurulsun. Vurulsun. Mustafa! Vurun boynunu. Neynirsiz? Neynirsiz? Tez olun, tapın onu. Diri ya ölü, tapın, tapın. Tapın onu. Diri ya ölü, tez olun. Ana! Mən Şahzadə Budurun əlindən tutmuşdum. İndi isə sultanın yanına elçiliyə gedəcəksən. Dünənsə dedi ki, əjdahanın üstündə uçub. Fələyin sevimlisi və Uğur Şahı Ələddin burada yaşayır. Ələddin, oğlum. Bunu sənə əmin göndərib. Buyur. Bilmirdim ki, Əlimin qardaşı var. Əli Əl-Mərufun oğlu Ələddin burada yaşayır. Əmimdəndir? Əmindəndir. Qoy onu yerinə. İndi gəlib bunları aparacaqlar. Qardaşım hardadır? Qardaşım Əli Əl-Məruf hardadır? Əli Əl-Məruf ölüb 3 il əvvəl dəfn ediblər.
Seninle tükənəsən. Vas. Mən onun ən yaxın dostuydum. Zavallı kardeşim benim. Talihim necə də ağır və əzablıdır. 40 il dünyanı gəzmişəm. 40 il fikirləşirdim ki eve qayıdım. Kardeşimi qucaqlayacağım. Kardeşim. Axı Əlimin qardaşı yox idi. Bu uzun hikayədir. O elə bilirdi ki mən ölmüşəm və heç vaxt məni xatırlamayıb. Günlərin bir günü o hikayəni sizə danışaram. Hardadır? Mərhumun ən sevdiyi yer hardadır? Əli! 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 Bəs qardaşım oğlu Ələddin hardadır? Odur. İndisə mənim sevimli qardaşım oğlu. Mənə ən əl çatmaz arzunu de. Onu yerinə yetirərəm. O səmadan ulduz istəyəcək. Elə indicə məni elçiliyə göndərirdi. Bilirsiniz kimin qapısına? Şahzadə budura. Deyəsən onu cin vurub. Onu sağaldaram. Bizi tək burax. Bil, 40 il ərzində məğribin ən yaxşı cadugərlərinin yanında sehr və əlkimiyyə öyrənmişəm. 40 ilimi sərf elədim ki, 5 sehirli tozu hazırlayım, zindanların qapısını açan, beyni dumanlandıran. Canım ol. Mənə inan, sənə kömək edərəm. Əmi, biz hara gedirik? Sehirlənmiş şəhərə. Niyə? Sevimli oğlum, heç bir insanın qayıda bilmədiyi yerə yalnız sən ayaq basa bilərsən. Orada köhnə mis çıraq var. Yadda saxla. Köhnə mis çıraq? Onu mənə gətirəcəksən, onda sənin arzuların yerinə yetəcək. Vahva aslan, vahva al-kadir. Hadi al vasvas takta. Yamalamaz. Vahva. Get. Bax, burada. Şəhərin kölgəsinə və kölgələr şəhərinə düşəcəksən. Get. Qorxma. Burada kim var? Kim var? Burada kim var? Kim askırdı? Çık!
gelmişsən? Mən çırağın ardınca gəlmişəm. Qəribədir. Doğrudan qəribədir. Düzünü dedi. Burada qəribə nə var ki? Mənə çıraq lazımdır və mən də düzünü dedim. İndi neyniyək? Bilmirəm. Hey! Hardasınız? Hara yox olmusunuz? Sus. Kirləşməyə mane olma. Çırağı götür. O sənindir. Bəs o hardadır? Ona yolu göstər. Göstər. Bura. 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 Budur. Əmi, nə edirsən? Əmi? Yaxşam, xub. Ələddin. Ələddin. Hara getdin? Tez ol, qayıt. Ələddin. Mən zarafat elədim. Ələddin. Oğlum. Ələddin! Ələddin! Dinləyirəm və itaət edirəm. Sən kimsən? Mən bu çırağın quluyam. Əmr elə. Sən cinsən? Hə, Cin. Qulaq at, Cin. Əmim niyə məni öldürmək istəyirdi? o əmin deyil. O murdar, məğrib cadugəridir. Cadugər? Biz cinlər onu çoxdan tanıyırıq. Əmr elə. Nə əmr eləyim axı? Necə yəni nə? Onu boğum? Bəlkə suda batırım.
Belki toza çeviririm. Yox, yox. Lazım deyil. Axı niyə? Qoy dörd bir yana rədd olub getsin. Dört bir yana. Aydındır. Dinləyirəm və itaət edirəm. Yox, eləmə. Mən istəmirəm. Biz istəmirik. Tanrı sənə yar olsun. Qalx. Kökə bişirmək vaxtıdır. Belə. Allah bugün bizə yaxşı gün bəxş eləyib. İndi bir şiş kebab pis olmazdı. Bilmirdim ki belə zarafatçılsan. Özün sən zarafatçıl. Sobanı kim yandırıb? Ulaq as, bilmirdim ki sən kökə bişirməyi bacarırsan. Mən bu dünyada 85 ildir yaşayıram. Amma ömrümdə bir dəfə də olsun kökə bişirməmişəm. Kökü götür. Təşəkkür edirəm. Cinlər kökə yemir. Bəs cinlər nə yeyirlər? Heç nə yemirlər. Tanış olun, bu dostum cindir. Yaxşısı budur mən çıraqda gözləyim. Bilirdim ki bu nağılların axırı pis qutaracaq. Yadımda saxla. Mən heç nə görməmişəm. Daha artığını deyim, sən də heç nə görməmişsən. Biz ikimiz də heç nə görməmişik. Bilirsən, niyə 85 il yaşamışam? Çünki daim demişəm, Bağdadda sakitlikdir. 100 yaşa qədər yaşamaq üçün yaxşı şeyləri öyrən. Çünki hər bir xeyrin əsasını ruhun bəslənməsi və səbr təşkil edir. Və biz hamımız məsum, səbirli olmalıyıq. Utanc olmalıdır. Hər bir kəs bilməlidir ki, nə vaxt utanmaq, nə vaxtsa həyasızlıq eləmək lazımdır. Xeyrə yaxınlaşmaq üçün necə rəftar eləməli? Çünki deyilir, xeyrin əvvəli həyadır, şərin də əvvəli həyadır. Hey. Bir dəqiqəlik çıx. Məni eşidirsən? Hə. Keşikçilər! Qorxma.
Sen kimsen? Ben kimim? Ve sen kimsen? Ben kimem? Ben? Bəs sen kimsen? Şahzade budur. Kim? Şahzade budur. Birce bu çatmırdı. Kimdi orada mızıldanan? Bütün bunlar hardan çıktı? Bu avaranın işidir. Ahmak nağıllara kulak asıp. Bura gel. Bura gel. Bu nedir böyle? Bu küpe. Bez bu nedir? Bu? Bu sobadır. Soba. Hardaki köke pişirirler. Başa düştü. Yok. Bez bu inanılmaz bir heybetti. Bu bedheybet değil, keçidi. Ağzına ki pendir çıkır. Senin neçə yaşın var? 16. Benim 3 yaşım olanda keçinin ne olduğunu artık bilirdim. Dəhşətdir. Bəlkə şəhərimizə bağda doğrusu qayıdıb. Burada birini axtarmırlar. Düz 40 nəfər axtarırlar. Bu sensen. Mənəm. Niye gülürsən? Mənə ne demək istediğini bilirim. Ne? Bunu mənə 17 şahzadə demişdi. Yazıqlar, zavallılar. Mən onların hamısını reddettim. Demək yox. Niye yok? Cəhd elə, atamın yanına git. Elçilik elə. Onda sən hə deyəcəksən. Ne bileyim ne diyeceğim. Ağlıma ne gelecek? Onu da diyeceğim. Şehzade buradadır. Yine de sen? Bağlayın onu. Bağlayın. Bağlayın. Tutun. Şehzade budur. Beni bağışlasın. Böyük Sultan. Şahzadeye 2 defa bakan hayasız budur. Sultan, səndən görüşməyim çox böyük yoğurdu. Xahiş edirəm, şahzadə buduru mənə ələ verəsiz. O nə dedi? Dedim onun dediklərini təkrarlaya bilmir. Bilirsən? Hı. Sənin qızın və mən bir-birimizi bəyənirik. Amma sənin icazən olmadan o mənə ərə gələ bilməz. İtaət edirəm.
Büyük Sultan soruşur. Cavan oğlan sənə məlumdur ki 17 şahzadə. 18. Dünyanın her bir tərəfindən olan 19 şahzadə. Şahzadə Budur'a elçiliyə gəlmişlər. Ha, o mənə bu barədə demişdi. Hı? Bilirsən ki, elçilikdən əvvəl sultana ənam təqdim eləməlisən. Sən Yaqut və Zümrüt barədə deyirsən. Elədi ki var. Düzdür, laf ağlımdan çıxmışdı. İndi hədiyyələri gətirərəm. Nədir, evində xəzinə bastırılıb? Xəzinə falan yoxdur. Sadəcə bir tanış cinim var. Kim? Cin, Cin? cin, Cin? cin. Otur. 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 Onu zindana atın. Kızımız. Kızımız. Biz çok qəzəblənmişik. Yox, mən qəzəblənmişəm. Sən bütün şahzadələri rədd eləmsən. Daha şahzadə qalmayıb. Heç lazım da deyil. Hamsonuna görədir ki, hansısa avaranın daxmasında yaşayasan. Hə, kızımız? Ona pis söz demə. Bəs onda ona nə deyək? Hə? Ələddin. Ələddin. Biz hər bir avara və səfili adıyla çağırmamalıyıq. Susun. Kim sussun? Mən? Dərhal onu bırak ve ondan özür iste. Bu ağzından çıxan son sözlərdi. And içirik. Günü bugün səni ərə verəcəyik. Cüret elə. Eləyərəm. Elə. Eləyərəm. Elə. Eləyərəm. Elə. Edəcəm. Demək belə. Yadınıza saxlayın və yazın. Yazın. Biz qızımızı və şahlığın yarısını bu kapıdan ilk giren adama verəcəyik. Biz kızımızı ve şahlığın yarısını oğluna veririk. Başay.
Rədd olun. Şahzadəni tutun. O tarafa. Oradadır. Ha, ne oldu? Heç kim bizə lazımı məsləhət verə bilmir? Ha? Bir yolu var. Danış. Bir halda ki şahzadə budur, Bağdada düşüb və orada pis şeylər öyrənib, onda gəlin onu inandıraq ki, o Bağdadda heç vaxt olmayıb. Necə yəni? Şahzadəni inandırmaq lazımdır ki, bu sadəcə yuxu idi. Bir halda ki bu yuxu idi və onun başına heç bir şey gəlməyib, o yenidən itaətkar olacaq və Böyük Sultanın qəlbi yenidən sakitlik tapacaq. Bəs müdriklərin müdriki nə deyəcək? Həqiqətən də röya xülya deyil, xülya isə yuxu deyil. Beləliklə, xülya olmayan şey barədə xülya olması demək, röya olan şey barədə xülya olmasını demək kimi bir şeydir. Qısaca desək, həqiqət yuxudur, xülya isə həqiqət. Əmr edirik, röya barədə xülya olmadığını deyirik, xülya olmayanda isə... Şahzadə heç yerdə olmayıb. O sadəcə yuxu görüb. Hamı bizi başa düşdü. Tapdım. Oy. Oy. Bir də yuxu görmüşdüm ki, timsahları fars dilində oxumaq öyrədirəm. Bir də yuxu görmüşdüm ki, güya ki mən minarəyəm, başımda isə müəzzinlər azan oxuyurlar. Daha bir yuxu görmüşdüm ki, güya saçlarım bazara daraq almağı gediblər. Nə olsun ki? Olsun ki, o avaranı görməyin də sadəcə yuxu idi. Yalandı. Əgər bu yuxu idisə, mübarək ona necə yapışa bilərdi? Mübarək? Mübarək! Mübarək!
Deyirlər ki, sən dünən hansısa avaradan yapışmışsan. Kim? Mən? Nə vaxt? Mən dün heç yerdə olmamışam. Mən ovdaydım və öldürdüm. Aslanı. Aslanı. Axı necə olur? Çox gözəl yadımdadır. Mən Bağdadda olmuşam və keçi görmüşəm. Nə? Keçini. Gülməyin, mən düz deyirəm. Bir də Mustafa özəlilə məni saraya qaytarmışdı. Deməli Mustafa? Mustafa! Deyirlər ki, sən dünən... Kim? Mən? Mən 2 günlük evdə yatırdım. Çənəm ağrıyırdı. Əgər yalan deyirəmsə şeytan məni parça-parça eləsin. Kızımız bizim budur. Biz qəzəbli deyilik. Nə yaxşı ki gəldin. Kızım, De görüm hardaydın? Axı mən Ələddinə görə danlamışdın. səni şahzadəyə görə danlamışdım. Hə, şahzadəyə görə Abu Abdalaka, Xəlif İbn Sibniyə, Musaya görə Yox, yox. Ələddin. Ələddin. Axı qızımız hansı Ələddin barədə danışır? Ələddin. Axı necə olur? Ələddin. Demək mən yatmışdım. Və bunların hamısı yox idi. Sabah artık başsız olacaksan. Daha nə xəbər var? Daha ne haber? Bu mahnını eşitirsen? Ben Şahzade Budur'la evleneceğim. Sen buradasan. Dinləyirəm və itaət edirəm. Senin vicdanın var. Nə? Utanmırsan. Niye imkan verdin ki Ələddin'i tutsunlar? Çırağı sürtmək lazım idi. Özünün aklına gelmirdi. Bu mənim işim deyil. Bilirdim ki bu iş böyle bitecek. Oğlum. Yazık oğlum. Oğlum. Ələddin'i geri kaytar. Çırağını da, cini de götür. Bir de onları görmeyeyim. İndi sənə göstərərəm ejdaha. İndi sənə şahzadə Budur'u da göstərərəm. Bircə keçi yox. Bircə keçi yox.
Çıraq mənim olacaq. Ey mənim gözlərimin nuru. Uçtu. Uçtu. Uçtu, 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 uçtu. Mübarek hardadır? Mübarek! 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 Bu nə deməkdir belə? Çıxardın beni buradan. Hey! Mübarek! Orada ne işin var? Düş oradan! Bacarmıram. Çıxardın beni. Oraya necə çıxmısan? Bilmirəm. Çıkartmayın onu. Dur lan. Bacarmıram axı. Ora niye çıkmıştın? Mən çıxmamışdım. Yalandı. Hamı gördü ki oradan asılmıştın. Bir haldaki çıkmışsan, de ki çıkmışam. Hə, çıxmışam. Çıxıb, bağışla Böyük Sultan, bu uşağı bağışla. Cavanlığının və həddən artıq səy göstərməyinin nəticəsidir. Yaxşı. Onları bir də tək buraxaq. Yaxşı, qal, qal. Aa, birden o yine uçtu. Hünəri var uçsun. Gül başıma. Oy gözlərimin. O gözlərimin nuru. Budur. Gecen xeyrə qalsın. Mən baş vəzirin oğluyam.
Necə də hiyləgərcindir. Vəzirin oğlu küpə. Niyə girsin, hə? Ey sultana yol verin. Beləliklə, küpdəki adam deyir ki, o mənim oğlumdur, hə? Ha 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 ha. Hey. Orada kim var? Mübarek. Bu sensen. Hey. Pişt. Ama dağılışsın. Dağılışın. Axı küpə niyə girmişdin? Mən girməmişdim. Murdar yalançı biz hamımız gördük. Sen orada oturmuştun. Axı küpəyə niyə girmişdin? Girmişdi ya girməmişdi. Bu artıq bizi maraqlandırmır. Eğer şahlığın yarısı ve kızın budurdan daha çok bütöv küpe üstünlüğü verirse, onda koy küplerde otursun. Bağdada haber yaysınlar. Bundan belə vəzirin oğlu və şahzadə budur. Daha er və arvad deyirlər. 10 min ildə ömür sürürəm, hələ belə eylənməmişdim. Gəl yenə də kimisə küpə soxaq, hə? Gəl yenə eləyək, ya. Hələ deyil. Dayan, dayan. Başka bir iş var. Git. Niye? Çünkü ben oyananda ve sen yanımda olmayanda bu öyle kederli olacak ki. Dayan. Qoy bu yuxu elə hey davam eləsin. Bircə uyanmayaydım. Bu yuxu değil. Sadece olarak tanış cinim var. İnanmırsan ha? Onda sürt. Demek bu yuxu değil. Sadece seyirdi. Hı hı. Sen her şeyi bacarırsan Her şeyi and iç. siz kadınlardan içmeye adettir. Bizde cinlerde ise her sözümüz hakikatti. Her sözümüz.
Onda mənə şaftalı gətir. Demək bu yuxu değildi. Demək hər şey olub. Onlar məni anladıblar. Bu nedir? Bunların hamısı neye lazımdı? Toydu. Kimin toyu? Bizim. Mane olma. Salam. Vızıldıya vızılda. Esselamu aleyküm. Ve aleyküm salam. Salam. Bunların hamısı hardan çıxdı? Bu ne deməkdir? Bu deməkdir ki, sən yatmışsan. Necə yəni mən yatıram? Belə. Onlar da yatırlar. Mən də. Biz hamımız yatırıq və bir-birimizi yuxuda görürük. İndi isə toy olacaq. Bu da mənim nişanlım. Axı sən zindandasan. Bax görürsən, indi özün başa düşdün ki, bu yuxudur. Başımızı pişirmə. Vəzir nə deyə bilər? Qoy əvvəlcə müdriklərin müdriki desin. Onda müdrik nə deyəcək? Doğrudan da həyatın qanunları inanılmazdı. Biliklərin dərk edilməsi dərk edilməzdi. Dərk edilmənin bilinməsi isə həyatdır. Niyə mən? Onda niyə mən? Oy! Keçi? Keçi. Bu mənim keçimdir. Baxın. Qorxma, bu yuxudur. Qoy onu mən başa salım. Qalx, qalx, qalx. Qorxma, qorxma. Burada hər şey olar. Biz bir-birimizin yuxusuna girmişik. Başa düşdün? Yox, başa düşmədi. Yaxşı, bəsli qorxma. Bir bax. Bax, mən səni itələyirəm. İndi sən məni itələ. İtələ, itələ. İtələ. Hə, qorxma, itələ. Belə yaxşıdır. Əyləşin, əziz qonaqlar. Qoy toy olsun. Onsuz da yuxudur. Əyləşin. Sən bir ona bax. O indi hardadır? Zindanda. Onun boynunu vuracaqlar. Hə, yeri gəlmişən oyananda bunun da boynu vurulsun. Hə, oyanan kimi başı pişt. Hə, pişt. Bəs indi kimdir? Toyda bəydir. Amma yaxşıdır. Ona da yaxşıdır, bizə də yaxşıdır. Toy əladır. Əladır. Əla, səhər oynamda heç nə olmayacaq. Sənin atanla toyumuz yuxuda değildi. Çırağı ver. Vermirəm. Mən belə istəmirəm. Qaytar, tez ol. Mən istəyirəm. Dalaşmayın. Sənə cəhrə hədiyyə eləyərəm. O nədir elə? Görəndə xoşuna gələcək.
Mənə əf yoxdur. Məni bağışlamaq olmaz. Sevimli qardaşım oğlu. Məni köpək kimi gəbərt. Onda mən... Bir halda ki sən məni öldürmürsən, özüm özümü öldürəcəm. Tanrı məni cəzalandıracaq. Ha? Nəyə gözləyirsən, öldür. 3'e qədər sayıram. 1 2 pis yoxudur, oyanmaq lazımdır. 2 yarım, Toyu yasa çevirme. 2 4'te 1. Eləddin. Yaxşı, yaxşı. Bağışlayıram. Niye bizi tərifləmirlər? Tayı bərabər olmayan sultan. Sənin işığın günəşi kölgədə qoyur. Dünyanın bütün hökmdarlarını kölgədə qoyan böyük sultanımız. Mənim əzizlərim. Bu xoşumuza gəlir. Çox xoşumuza gəlir. Yaxşı, yaxşı. Yaxşı. Gedim keçini saxım. Çırağı ver. Vermirəm. Ver. Vermirəm. Verəcəksən. Yox. Niyə başa düşmürsən? İstəyirəm ki, bizim toyumuz həqiqi olsun, yuxuda yox. O həqiqidir. Verməsən, çıxıb gedəcəm. Demək sevmirsən. Onda get. Get. Çırağını da özünlə apar. Çıx. Çıxmayacam. Çıx. Çıxmayacam. Ya iblis. Ya şeytan. Nə demək lazımdır? Dinləyirəm və itaət edirəm. Sən kimsən? Mən çırağın quluyam. Təkrar elə. Mən çırağın quluyam. Ucadan. Eşitmirəm. Mən çırağın quluyam. İndisə toy davam edir. Amma bəy mənəm. Oy. Oy. Sultan. Böyük möcüzə. Yaşasın yeni sultan. Əssalam olsun yeni sultana. Həqiqətən də dünya beləsini görməyib. Bütün sultanların arasında ən müdrik sultan. Oy, həqiqətən də belədir. Səndən üzr istəyirəm. Amma mən səni öldürməliyəm. Öldür. Axı mən dostunam. Amma eyni zamanda çırağın quluyam. Ha, əlbəttə. Mən çırağın quluyam.
Ama senin dostunam. Qərara gəl. Qulsan ya dost? Gəl dolçaya gir. Niye? Dolçada yaşayarsan. Çıraqdan pis deyil ki. Axı cinlər dolçada yaşamırlar. Sən ilk olacaqsan. Hə, necədir? Sürt. Dinləyirəm və itaət edirəm. Yuxumda gördüm ki, mən sultanam. Fikrim burada olsun. Çıx. Çıx. Mən yuxu gördüm. Mən keçi sağırdım. Ulduz kimi və sadə aslanlar arasında aslan bürcü kimi bizim sultanımızın adı parlayır. Böyük sultanımız. Sakın! Axı o da...
Kızımız bizim. Budur. Budur. Buyurun. Bağdat'ta sakitliğiydi. Sakitti, Bağdat'ta sakitliydi. Sakitti, sakitti, Bağdat'ta sakitliydi. Ey, 16 yaşına çatmamış uşaqlara.